Herkese salam. Bugün sizlere Vüsət Əzizov kitabının Buraxılış Sınaqlar Toplusu kitabından mövzu sınağının 3-cüsünü izah edəcəm. Elə isə vaxt itirmədən başlayaq birinci sualdan. Deyir ki, çox hədlisinin sərbəst həddini tapın. Bunu tapmaq üçün birinci ifadədə sərbəst hədd 4-dür. Yazıram bura 4. Üstü gör ki, qüvvət də 4. 4-üsü 4. Burada vurma olduğu üçün vurulsun. Bu ifadə sərbəstsə, sərbəst deyəndə yanında dəyişən olmamalıdır. Sərbəst hədd 1-dir. Bunun da qüvvəti 75-dir. 1 üstü 75. O da bərabərdir. 4 üstü 4 eləyir 256. 256-dan 1-ə vuranda eləyir 256. 1 üstü 75 çünki 1-dir. O da olur A variantı. Gəlirim ikinci suala. 214 ədədinin 25%-ni tapın. 214 ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bu bir qaydadır. 214-ün 25% tapanda vuracam 25-ə, böləcəm 100-ə. 100 ilə 25-i ixtisar gedir, bir də qalır 4. 4-də mən 2 üstü 2 yaza bilirəm də. Böləndə qüvvət üstər, əsaslar eyni olanda böləndə qüvvət üstər çıxılırdı. 14-dən də 2-sini çıxanda yerinə 2 üstü 12. O da B variantı. Gəlirəm 3-cü suala. Deyir sadələşdirin. Görürəm ki, mən bunun hamısını eyni kökə yaza bilirəm. Ona görə də 1-dən 2-də 1-in çıxanda 2-də 1 vurulsun. 1-dən 3-də 1-in çıxanda 3-də 2. Həmişə belə misallarda belə yazın ki, başa düşəsiz ki, niyə elə oldu. 1-dən 4-də 1-in çıxanda 4-də 3, nöqtə vurulsun. 100-də 99. 1-də 100-də 1-in çıxanda 100-də 99 eləyir. Bu 2 ilə 2 gedir, 3 ilə 3 gedir. Hamısı gedir. Bu axırıncı ilə birincinin sürəti qalır. Olur nə? 100-də 1 kök altında təbii ki. Ondan da kök çıxacaq nə? Onun da 1. O da olur A variantı. Gəlirəm 4-cü suala. 4-də deyir ki, dördüncü sual deyir, şəkildə verən görə alfanı tapın. Deməli, ilk öncə biz bu bucağı tapaq. Bunlar bir-iki bərabərdir. Necə tapacam? 180 çıxılsın. 30-un üstədə 5 gəndə nə eləyir? 85. Bu da eləyir 95. Bura oldu 95. Bura 95-dirsə, bura da 95-dir. Alfa da bərabərdir. 3 bucağın 2 daxili bucağı, ona qonşu olmayan 3-cü xarici bucağı. Bərabər daxili bucağın cəmi. Alfa da bərabərdir. 95 üstə gəlsin 45. O da eləyir 140. Yəni D variantı. Gəlirəm 5 nömrəli suala. İfadəsinin ən böyük qiymətini tapın. İfadəsinin ən böyük qiyməti, yəni 13-dən bir şey çıxıranda, bu ən böyük olması üçün bu kiçik olmalıdır. Ona görə də bunun ən kiçik qiymətini tapacam. Biz kvadrat tənişi ən kiçik qiyməti n ilə tapırdıq. N ilə. Niyə belə oldu? Aha. N də düsturu 4AC çıxılsın B kvadratı bölünsün 4A. Gətirib burada yerinə qoysaq, 4 vurulsun, A-nın yerinə, A bilir ki, belə edə, AX kvadratı gəlsin, BX üstə gəlsin, C şəklində edə. A-nın yerinə 1 durur, 1 vurulsun, C-nin yerinə 52 durur, çıxılsın, B-nin yerinə -12 durur, kvadratda eləyir 144, bölünsün 4A, 4 vurulsun, A-nın da yerinə 1, bərabərdir. Məxrəcdə olacaq 4, sürəti 4-ü 52-yə vuranda. 208, 208-dən 144-ün çıxacaq. 208-dən 144-ün çıxanda nə eləyir? 4, 6. 64 də 4-ə böləndə eləyir nə? 16. Oldu, deməli. Buranı sileyim. Kök altında 16, amma 4-cü dərəcədir. Görür ki, bu da 4-cü dərəcədir. Buradan da çıxacaq nə? 2. Oldu 13 çıxılsın 2, o da eləyir 11. Deməli, ən böyük qiymətini tapmaq üçün ilk öncə mən bunun ən kiçik qiyməti tapdım ki, ən kiçik çıxanda ən böyük alınsın. O dilədi 11, yəni A variantı. Keçirəm 6 nömrəli suala. 6-da deyir ki, ifadəsinin qiymətini tapın. Biz ilk öncə bunu açacağım. Bu 100A üstə gəlinsin 10A üstə gəlinsin A bölünsün 10 B üstə gəlsin B bərabərdir 22, burada 777. Bu eləyir 111A bölünsün 11 B bərabərdir 22 bölünsün 777.
Bu 11 ilə 22 xəsar edir, bir də qalır 2. Bununla da bu xəsar edir, bir də qalır 7. O da eləyir 7A bərabərdir 2B. 7A bərabərdir 2B. Burada nə deyir bizə? Ən böyük qiymətini tapın. 7A bərabərdir 2B. Ən böyük olması üçün yox, bunu yazmayayım da, elə bil ki, burada nə alındı? Bu vurmadır. Mən burada bərabər yazmışam, bu vurmadır. O da bərabərdir. Burada alınacaq 2A, burada alınacaq 7B. 2A bölünsün 7B. Ən böyük olması üçün bura böyük olmalıdır, bura kiçik olmalıdır. Bu ifadə, bütöv ifadədə. İndi də deməli, yuxarı sürət böyük olduğuna görə A'nın ən böyük A rəqəmdir, bildik ki, A ən böyük olur 9. A 9 onda sürət olur 18. 2-ni 9-a vuranda. Məxrəcdə isə rəqəm olduğuna görə 1 qoyacaq. 7-dən 1-ə vuranda 7. Niyə 1? Çünki burada BB yazılır, baxın. 2 rəqəm nədətdir? Birinci rəqəmi 0 ola bilməz deyə ədədim. Ona görə orada 1 yazıram. 18 bölünsün 7. Bunu da qarşı xəttə çevirəndə 2 tam 7-də 4. O da eləyir deməli B variantı. Sonra gələrəm 7-ci suala. Deyir, ifadəsinin qiymətini hesablayım. Burada gətirib 5-i yerinə qoysam daha tez olar. Çünki vuruqları ayıranda uşaq qarışdırır. Ona görə elə 5-i yerinə qoyum. 5-in kubu eləyir 125 çıxılsın. 5-in kvadratı 25, 2-yə vuranda 50. Üstə gəlsin 5 bölünsün. 5-in kubu 125 çıxılsın. 4 25'e vuranda 100, üstə gəlsin 15 bərabərdir. 125'dən 50'sini çıxanda 75, üstünə 5 gələndə 80. 125'dən 100'ün çıxanda 25, üstünə 15 gələndə 40. 80 də 40'a bölündə 2. O da eləyir B variantı. Gələm 8-ci suala. Deyir, ifadəsinin qiymətini hesablayın. Birinci bunu kvadrata yüksəldəcəm. Kvadrata yüksəldəndə 2 çıxılsın. 2 kökü altında 2 üstə gəlsin 1 eləyir. O da 3 çıxılsın. 2 kökü altında 2. Həmin bunu da vuracam. 3 üstə gəlsin 2 kökü altında 2'yə. O da eləyəcək. Bilirdik ki, A çıxılsın B, A üstə gəlsin B. A kvadrat çıxsın B kvadrat eləyir. İndi burada da 9 çıxılsın. 2 kökü altında 2'nin də kvadrat eləyir 8. 9'un 8'in çıxanda 1. O da eləyir Y variantı. Gələm 9-cu suala. Buradan alacaq. 8'dən 8'in kvadratını 4 dənədir. Yazacağım 4 vurulsun. 8'in kvadratı bölünsün. Təbii kök altında. 4'ün kvadratından da 4 dənədir. 4 vurulsun 4'ün kvadratı. 4'lər buradan getdi. Bu oldu 64 bölünsün 16. 64 16'ya bölündə eləyir 4. Kök altında 4. Ondan kök çıxır 2. O da olur A variantı. Gəlirəm 10-cu suala. Deyir, ifadəsini sadələşdirim. Deməli, burada x-ə bir dənə qiymət verək. Elə x-ə verək 5. Elə 4 də vermək olur. Çünki belə bərabərdə. Belə olanda 4-də həmin daxil. 4 daxil 7. Elə x-ə verək 4. Bu birinci modula çıxacaq. Modulda x çıxılsın 9. Üstə gəlinsin. Bu modulda çıxmayacaq çünki müsbətdir. X üstə gəlsin 5. Üstə gəlsin ona görə. X çıxılsın 9. X-i yenə 4 qoyanda bu nə eləyir? Mənfi eləyir. Ona görə də x çıxılsın 9'un işarəsini dəyişib 9 çıxılsın x yazacağım. Üstə gəlsin x. Üstə gəlsin 5. X-lər də gedir. 9'un da üstünə 5 gələn eləyir 14. O da eləyir D variantı. Sonra gəlirik 11-ci suala. 11'də bizə deyir ki, ifadəsinin qiymətini tapın. Sürətdə 2 üstü 2002'ni çıxardıram ötəsi xərcinə. Qalır 1 çıxılsın 2 üstü 1. Yəni elə 2. Bölünsün məxrəcdə 4 üstü 1000'i 4'ü 2 üstü 2 yazıram. 1000 də belə. O da eləyir 2 üstü 2000. Yəni 2 üstü 2000. Böləndə deyir ki, çıxıb. Bununla bu gedib də qalır 2 üstü 2. Yəni 4. Vurulsun. 1'dən 2'yə çıxanda mənfi 1. 4'ə mənfi 1 vuranda mənfi 4. Cavab da olur C variantı. 11-ci suala. Gəlirəm 12-ci suala. Onun üçün də deyir bizə görə. Deyir ki, A parametri hansı qiymətin tənliyin həlli yoxdur. Tənliyin həlli
olmaması üçün bizdə x-in əmsalı 0 olmalıdır. Yəni ki, sağ tərəflə sol tərəf bir-birinə olsa, bunlar çıxlar 0 qalar. Yəni ax bərabərdir -5x-ə. X-lər ixtisar gedir, a da bərabərdir -5. O da eləyir B variantı. Sonra gəlirəm 13-cü suala. Tənliyin bir kök 2 olarsa digər kök neçədir? Bir kök 2-dirsə, yəni x1 bərabərdir 2. Gətirib x-in yerinə 2 qoyacam. Olacaq 4m çıxılsın 2m üstə gəl 2 çıx 8 bərabər 0. Çünki bura 2 qoyanda -2, -2 müsbət olur 2. Bu da edir 2m bərabərdir. Bu edir -6, bu tərəfə keçəndə müsbət edir. 6, m də bərabərdir 3-ə. Bunu indi beləcəm. 3x kvadrat çıxılsın 2x çıxılsın 8 bərabər 0. Digər kökün soruşur. Burada x1 üstə gəl x2 var da. x1 üstə gəl x2 bərabərdir. 2-ni 3-ə böləndə, yəni 3-də 2. x1-in yerinə 2 yazacağım. 2 üstə gəlsin x2 bərabərdir 3-də 2. x2 də bərabərdir, deməli, -1 tam 3-də 1. Bu 3 burada artıqdır. 3 burada artıq. Bu da belə. Sonra gəlirəm 14-cü suala. Deyir, bərabərliyinə görə x-i tapın. 50x bərabərdir. Bunu necə yazım? 75 çıxılsın 25. 75 üstə gəlsin 25. 50x bərabər 75-dən 25-in çıxanda edir 50 vurulsun 100. 75-in də üstünə 25 gəndə 100. Burada 50 ilə 50 gedir. X də bərabərdir 100-ə. Nəsələm. Sonra gələm 18-ci suala. Deyir, ədədin tam hissəsini tapın. 48 mən necə yazıram? Kök altında 16 vur 3. 27-nə kök altında 9 vurulsun 3. Bunun kök çıxır 4 kök altında 3. Üstə gəl. Bu da eləyir 3 kök altında 3. O da eləyəcək 7 kök altında 3. Bunu da kökün altına salanda olur kök altında 49 vurulsun 3. O da eləyir kök altında 7 2 altında 147. Buna kök təxmini çıxır 12 144-də 12 tam neçəsə? 12 tam onda 1 məsəl üçün. Buna tam hissəsi nədir? 12. Sonra gəlirəm 16-cı suala. 16-cı sualda deyir ki, ABC üçbucağında BAC budur. Verilən görə BAC-ni tapın bizdən soruşur. Bununla bunun cəmi buna bərabərdir. Yəni 7x üstə gəlsin 7 üstə gəlsin 50 bərabərdir 3x üstə gəlsin 97. 7x 3x bu tərəfə keçəcək. 4x bərabər. Bu edir 57. 97-dən 57-sini çıxanda 40. X də bərabərdir 10-a. X olduğum BAC-ni bizdən soruşur. 70 üstə gəlsin 7. O da bərabər 77. Və salam. Sonra gələm 17-ci suala. Deyir, x üstə gəlsin y 10-dur. X, y tapın. Bunu birinci ortaq məxrəc gətirəcəm. X, y. X, y x-ə böləcəm. X, y x-ə böləcəm. Eləyəcək y üstə gəlinsin x bərabərdir 2. X üstə gəlsin y yerinə 10 qoyacam. 10 bölünsün x, y bərabərdir 2. 2x, y bərabərdir 10-a. X, y də bərabərdir 5-ə. Bizdən də elə bunu soruşurdu. Sonra gəlirəm 18-ci suala. Deyir, ədədin tərsi ilə ədədin hasilini tapın. Tərsi deyir, 1 bölünsün kök altında 10 çıxılsın 3. Bir də bu ədədin hasili. Kök altında 40 çıxılsın 6. Kök altında 40-da mən kök altında 4 vurulsun 10 yazıram. Bu da 2 kök altında 10 çıx 6 bölünsün kök altında 10 çıxılsın 3 deməkdir. Yuxarıda 2-ni çıxardıram, mörtə çıxardıcı nə edir? Kök altında 10 çıxılsın 3. Məxrəcədə kök altında 10 çıxılsın 3. Bunlar getdi, qaldı nə? 2. Cavab oldu 2. Sonra gəlirəm 19-cu suala. Deyir, anın hansı qiymətində tənlinin x1 və x2 kökləri şərtin ödəyir. Deməli, x1 üstə gəlsin x2-nin yerinə mən burada nə yazacam? 2. 2 üstə gəlsin. x1 vurulsun x2 də a-dır. A bərabər 8. Aha. 2 üstə gəlsin a bərabər 8. A da bərabərdir 6. Bizdən də elə anını soruşurdu. Sonra gəlirəm 20 nömrəli suala. H üstə gəl, B üstə gəlin eyni cəmini tapın. Deməli.
Burada birinci h kvadratı üstə gəlsin b kvadratı bərabərdir 225. Hardan? Bu düsturdan Pifagor. Bilək ki, belə düstur var ki, h kvadratı bərabərdir b vurulsun 16, yəni 16b. Bunun yerinə 16 vurulsun b, yəni 16b. Bunun kvadratı bunun hansına bərabərdir? Sonra h-ın kvadratının yerinə 16b yazsam, olur b kvadrat üstə gəl 16b. Bunu da bu tərəfə keçirsəm, edir 225 bərabər 0. D bərabərdir 256 üstə gəlsin 900 bərabərdir 1156. B1 bərabərdir -16 üstə gəlsin 156-nın kök deməli 34 bölünsün 2. Bu da nə eləyir? 18, 9. B oldu 9. O biri mənfi olacaq, o birine baxmırıq. İndi gələk bunun üstündə baxaq. B-miz 9-dursa, h olur nə? 9, 16 vuracaq da. Yəni, 6, 94, 4 yazıram 5 yadda. 9, 5 deyətdə 14, 144. H-ın kvadratı. H da olacaq 12. H oldu 12, burada 9. 12, 16, burada olur 20. Cəmi soruşanda H 12 üstə gəlsin B 9 üstə gəlsin N'dəki 20. O da bərabərdir 41. Məsələn, cavab oldu 41. Sonra gəlirəm 21-ci suala. Deyir, kvadrat tənliyinin kökləri qarşılıqlı tərs ədədlər olarsa PK-sını tapın. Bildik ki, tərs ədədlərin hasili 1-ə bərabərdir. İndi burada 3P çıxılsın 17 bərabər 1, 3P bərabərdir 18-ə, P də bərabər 6. Kvadrat tənliyi dediyinə görə x kvadrat olmalıdır. 5K çıxılsın 18 bərabər 2, 5K. Bu da K-dır. Bərabərdir 20, K da bərabər 4. PK da bərabərdir 6 vur 4, yəni 24. Vəssalam, 22-ci sualda perimetri 48 və oturacaqlı yan tərəfin fərqi 3 olan bərabər yan üçbucağın daxilini çevirən ölçüsündə. Bərabər yan üçbucaqdır. Bura A yazıram, bura B yazıram. A çıxılsın B bərabərdir 3-ə, bu çıxaqdır. 2A üstə gəlsin B bərabərdir 48-ə. B-lər getdi, 3A bərabərdir 51, A bərabər 17, B də bərabərdir 14. Deməli, kiçiyə də R də bərabərdir 2S bölünsün P. S də Heronla tapacağım. Heronda da S bərabərdir kök altında perimetrin yarısı, yəni 48-in yarısı 24 vurulsun. 24-dən 17-sini çıxanda 7, bir də 17-sini çıxanda, çünki bərabər yəni 7, 24-dən 14-ünü çıxanda 10. Bu da bərabərdir, kök çıxacaq 7 vurulsun. 240-ı mən necə yazım ki, kök çıxsın? 4, 240'ı 16 vurulsun. 16 vurulsun 15. 16 vurulsun 15. Aha. O da 28 kök altta 5 edir. Ne belə pis cavab alındı. Yox, elə yerinə qoysam da 2 vurulsun 28 kök altta 5 bölünsün perimetr yerinə 48. 2 ilə bu qısa gedib qalır 24, 4, 2-yə 12, 2-yə də 14. Bunu da 2-yə bölündə 7, bunu da 2-yə bölündə 6. Cavab olur 7 kök altta 5 bölünsün 6. Yəni belə dəqiq cavab olmadı. Yedi kök altında 5 bölünsün 6. Gələm 20-ci suala. Deyər ki, ifadəsi A çoxluğudur. Bu da B çoxluğu. Bunu birinci vuruqlara ayırdım. Burada ikisini x kvadratını çıxardıram. Olur x üstə gəl 2. Buradan da 9'u çıxardıram. X üstə gəl 2. Bunu da yazıram deməli. X üstə gəl 2'ni də buradan çıxardıram. Qalır x çıxılsın. X kvadratı çıx 9. O da eləyir x çıx x 3. X üstə gəlsin 3. Bunu yazıblar. X üstə gəl S. Demək S'miz burada nədir? 2'dir. Sonra buradaysa B çoxluğudur. Yəni x üstə gəl 2 var orada. Bu da x üstə gəl A verib.
Bəs burada m niyə verib ki? X kvadratı üstə gəlsin mx üstə gəlsin 10. Kökünün biri nədir? 2-dir. Çünki burada elə bir ki, b-yə həm də bu aiddir axı. X gəlsin, x gələ. X üstə gəlibsə, kökünün biri -2-dir. -2-ni gətirib yerinə qoyanda 4 çıxılsın 2m üstə gəlsin 10 bərabər 0. -2m bərabər -14-ə. M də bərabər 7. M oldu 7. Sonra gətirib belə qoysam, x kvadrat üstə gəlsin 7m üstə gəlsin 10. Hasili 10'dur. 1 2-dirsə ad olur nə? 5. 5'in də üstünə 2 gələndə eləyəcək 7. Cavab oldu 7. Sonra gələm 24-cü suala. Deyir, ifadəsinin qiymətini tapın. Bunu vurub açaq. Vuracaq deyəndə kvadrata yüksəldək. Olur x kvadratı üstə gəlsin 4xy üstə gəlsin 4y-in kvadratı çıxılsın 8xy. Bu da x kvadrat çıxılsın 4xy üstə gəlsin 4y-in kvadratı çıxılsın üstə gəlsin 8xy. Belə. Sonra mən surəti bununla bu x kvadrat çıxılsın 4xy alınır. Bunu da çıxılsın 4xy alınır. O da eləyir x çıxılsın 2y-in kvadratı. Çünki x kvadrat çıxılsın 4xy üstə gəlsin 4y kvadrat. Bu da x üstə gəlinsin 2y-in kvadratı. Heç gətirib yerinə qoyanda 66-dan 4'ün çıxanda 22 eləyir. 22'nin kvadratı bölünsün. 66'ın isə 44 gələndə nə eləyir? 66'ın isə 44 gələndə. Deyək 66, 44. 0, 1 yadda 110. Bu da oldu 110'un kvadratı təbii ki də. Bu 22'ni necə yazacağım mən? 22'nin kvadratını 22 vurursun 22. 110'da kvadrat 110 vurursun 110. Bundan bu gedir 5. Bundan da bu gedir 5. 25'də 1 o da eləyir 0'dan %4. Cavab oldu 0'dan %4. Sonra gəldim 25-ci suala deyir. Tənliyin kökləri x1 və x2 olarsa ifadəsinin qiyməti tapın. Burada birinci bunu mən kvadrata yüksəldəcəm. Kök altında x1 üstə gəlinsin. Kök altında x2'nin kvadratı. Bu da eləyir x1 üstə gəlsin 2 kök altı x1 x2 üstə gəlsin x2. O da bərabərdir. x1 üstə gəlsin x2'nin yerinə yazacağım. Burada görür ki cəmi 7'dir. 7 üstə gəlsin 2 kök altında hasildə 1'dir. O da elə 1'dən də kök 1 çıxır da. Yəni 2. 7'nin üstə gəlin 9. Amma kök altında. O da 3 çıxır. Çünki burada kvadratı yüksəlmişdim. Sonra da ondan kök aldım ki dəqiq olsun. Belə, üstün mövzu sınavında sonuna gəldik. Belə videoların davamlı olmasını istəyirsinizsə, videonu bəyənib şərh yazmağı unutmayın.